Salam əziz uşaqlar. Bugün mən sizə Şarl Peronun Çəkməli Pişik nağılını danışacağam. Biri var imiş, biri yox imiş. Bir dəyirmançı və onun 3 oğlu var imiş. Bu dəyirmançı öləndə var yoxunu, dəyirmanı, eşeğini, bir də pişiyini oğlanlarına miras qoyub getdi. Qardaşlar ata malını o saat bölüşdürdülər. Böyük qardaş dəyirmanı, ortancıl eşeği, kiçik qardaşa isə pişik düşdü. Kiçik qardaş qanı çox qaralmışdı. O deyirdi, qardaşlarım bir yerdə olsalar, bir parça çörəyi halal yolla qazana bilərlər. Mənim isə işim çətindir. Pişik yeyib dərisindən əlcək tikəndən sonra gərək acından əl-ayağımı uzadıb öləm. Pişik bu sözləri eşidib çox qorxdu. Ay mənim sahibim, fikir çəkmə, mənə bir torba ver, bir də kolların arasına rahat gəzmək üçün bir cüt uzunboğaz çəkmə. Onda görərsən ki, sənə düşən miras o qədər də pis deyil. Pişiyin yiyəsi bu sözlərə çox inanmadı. Ancaq pişiyin cürbəcür kələklərini yadına salıb fikirləşdi. Bəlkə də pişik doğrudan da mənə kömək edər. Pişik çəkmələri ağasından alan kimi cəld geyindi. Sonra torbaya təzə yerkökü, kələm qoyub dalına alıb çoxlu dovşan yaşayan yerə getdi. O gəlib meşəyə çatdı. Kolların arxasına gizləndi. Oturub gözlədi. Səfeh dovşanlardan biri gəlib yemək üçün torbaya girsin. Elə təzəcə gizlənmişdi ki, bəxti gətirdi. Cavan, təcrübəsiz bir dovşan yerkökünü götürüb həvəslə torbaya soxuldu. Pişik cəld atılıb dovşanı öldürdü. Ovunun baş tutmasından razı qalan pişik birbaşa kral sarayına gedir və qapıda xahiş edib ki, onu kralın yanına buraxsınlar. Pişiyi kralın yanına buraxdılar. İçəri girəndə baş əyib dedi: "Ey böyük kral, Markiz Qarabas mənə tapşırdı ki, bu dovşanı sizə pay gətirim." Kral dedi: "Yenə de ki, göndərdiyi paydan çox razı qaldım. Çox sağ olsun." Pişik baş əyib saraydan çıxdı. Pişik yenə günlərin bir günü zəmidə buğda sümbüllərinin arasında gizləndi. Ovu aldatmaq üçün içində yem olan torbanın ağzını açıq qoydu. Elə ki torbaya 2 kəklik girdi, pişik o dəqiqə kəklikləri tutub krala apardı. Kral kəklikləri görüb razılığını bildirdi. Sonra əmr etdi ki, pişiyə bir cüt qızardılmış sıçan versinlər. Pişik belə-belə 2-3 ay dalbadal krala Markiz Qarabasın adından müxtəlif ov qənimətlərindən apardı. Bir dəfə pişik eşitdi ki, kralın dünya gözəli qızı karetada çay sahilinə gəzməyə çıxmağa hazırlaşır. Pişik yiyəsinə dedi: "Mənə qulaq assan, ömrün boyu xoşbəxt olarsan. Bugün çayda çimməyə get. Özü də mənim göstərdiyim yerdə. Gerisi ilə işin yoxdur. Hər şeyi özüm düzəldəcəyəm." Kiçik qardaş pişiyin sözünə qulaq asıb çaya çimməyə getdi. Amma onun buna nə kimi xeyri olacağını bilmirdi. Kiçik qardaş çiməndə kral çay sahilindən keçirdi. Pişik dayanıb onu gözləyirdi. Elə ki karetaya yaxınlaşdığını gördü, var gücü ilə çığırmağa başladı. "Köməyə gəlin, köməyə, Markiz Qarabas batır." Kral bu çağırtını eşidəndə karetadan başını çıxardı, baxdı. Dəfələrlə onun üçün pay gətirən pişiyi tanıdı. Kral nökərlərinə əmr etdi ki, tez Markiz Qarabasa köməyə qaçsınlar. Markizi çaydan çıxaran kimi pişik karetaya yaxınlaşıb krala dedi ki, Markiz çiməndə paltarlarının hamısını oğurlayıblar. Pişik ha çığırıbsa köməyə gələn olmayıb. Amma əslində o Markizin paltarlarını öz daşının altında gizlətmişdi. Kral saray adamlarına əmr edir ki, ən yaxşı geyimlərdən birini bu saat gedib Markiz Qarabasa gətirsinlər. Elə ki Markiz geyinir, kral onunla çox mehriban söhbət edir. Sonra Markizə karetaya minib onlarla gəzməyə təklif edir. Dəyirmançının oğlu həm qəşəng, həm də boy-buxunlu idi. Kral geyimində daha da gözəlləşmişdi. Cavan şahzadə xanım da ona bir könüllə min könüllə vurulmuşdu. Pişik sevinirdi ki, işləri istədiyi şəkil alır. O karetadan xeyli qabağa qaçdı. Biçənəkdə ot çalanları görüb onlara səsləndi. "Ey ot çalanlar, siz krala deməlisiniz ki, bu biçənək Markiz Qarabasındır. Yoxsa bu sizin üçün çox pis qurtara bilər." Karetada biçənəyə çatanda kral ot çalanlardan soruşdu: "İşlətdiyiniz bu biçənək kimindir?"
Pişiyin hədəsindən qorxan o çalanlar ağızlarından bir ağızdan ağıza cavab verdilər. Cənab Markiz Qarabasın, kral dedi. Bax Markiz, sizin nə qiyamət biçənəyiniz vardır. Bəli, deyə Markiz cavab verdi. Mənim biçənəklərim doğrudan da gözəldir. Pişik yenə qabağa qaçdı. Biçinçiləri görüb onlara səsləndi. Ey biçinçilər, krala bu tarlaların Markiz Qarabasın olmasını deməlisiniz. Yoxsa sizin üçün çox pis olacaq. Kareta tarlaların yanından keçəndə kral bilmək istədi ki, bu tarlalar kimindir? Cənab Markiz Qarabasındır, deyə biçinçilər cavab verdilər. Kral yenə Markizin tarlalarını təriflədi. Pişik karetadan yenə də qabağa qaçır, qarşısına çıxanlara həmin sözləri deməklərini əmr edirdi. Kral Markiz Qarabasın belə hədsiz hesabsız dövlətinə heyran qalmışdı. Axırda pişik qaçıb qəşəng bir qəsrə çatdı. Bu qəsr dünyada ən dövlətli sayılan bir adam yeyənin qəsri idi. Bu tarlaların, kralın gördüyü bu yerlərin sahibi də həmin o adam yeyən idi. Pişik qabaqcadan öyrənib bilmişdi ki, adam yeyən cürbəcür heyvana çevrilə bilir. O adam yeyənin yanına gəlib, baş əyib dedi ki, qəsrin hörmətli sahibinin hal əhvalını bilməmiş onun yanından keçə bilmədi. Həmin adam yeyən pişiyi adam yeyənlərə xas olan nəzakət və gülər üzlə qarşıladı və ona təklif etdi ki, qəsrdə qalıb dincəlsin. Pişik dedi, məni inandırırdılar ki, siz istədiyiniz heyvana çevrilə bilərsiniz. Məsələn, şir və ya fil ola bilərsiniz. Bu düzdür ya yox? Düzdür, deyə adam yeyən sərt cavab verdi. Sizi şübhədən qurtarmaq üçün bu dəqiqə şirə çevrilərəm. Bir baxın, pişik qarşısında nəhəng bir şirin durduğunu görəndə elə qorxdu ki, dayana bilməyib cəld dama dırmaşdı. Ancaq bunu eləmək onun üçün çox da asan değildi. Çünki dama çəkməli çıxmaq çox çətindir. Elə ki adam yeyən insan şəklini aldı, pişik ehtiyatla damdan sürüşüb düşdü. Boynunu aldı ki, o doğrudan da bərk qorxur. Elə qorxub ki, heç nə deyə bilmir. Adam yeyən qəhqəhə çəkib güldü. Məni bir də inandırdılar ki, deyə pişik yenə dilləndi. Güya siz ən balaca bir heyvana da, məsələn, siçana və ya siçovula da dönə bilirsiniz. Sözün doğrusu buna heç inana bilmirəm. İnana bilmirsiniz, deyə adam yeyən cibəkdən bağırdı. İndi görərsiniz. Adam yeyən həmin dəqiqə balaca bir siçana çevrildi və döşəmə üstü o yan bu yana qaçmağa başladı. Pişik siçanı görən kimi cəld onun üstünə atıldı və qamarlayıb yedi. Vaxt kral qəsrin yanından ötürdü. Bu adam yeyənin bu gözəl qəsrini gördü, ayaq saxlayıb ona baxmaq istədi. Pişik kareta çarxlarının səsini eşitdi. Bildi ki, kareta körpüyə çatıb tez onun qarşısına çıxdı. Əla Həzrət Markiz Qarabasın qəsrinə xoş gəlib, deyə səsləndi. Kral ucadan dedi. Necə? Bura cənab Markizindir? Demək bu sizin qəsrinizdir. Mən hələ belə qəşəng qəsr görməmişəm. İcazə versəniz içəri girərik. Markiz gənc şəhzadə xanımın karetadan düşməsinə kömək etdi. Onunla birlikdə kralın arxasınca qəsrə getdi. Onlar böyük bir otağa girdilər. Burada adam yeyənin dostları üçün müxtəlif yeməklər hazırlanmışdı. Dostları nahara adam yeyənin yanına gəlmişdilər. Eşidəndə ki, kral qəsrdədir, içəri girməyə çəkindilər. Kral bir an belə gözünü Markiz Qarabasdan çəkmirdi. Onun qəşəngliyinə və hesaba gəlməz dövlətinə valeh olmuşdu. Kral 5 və ya 6 qədəh şərab içəndən sonra dedi, Cənab Markiz, qulaq asın, mənim qızımı almaq ürəyinizdən keçirsə, bircə kəlmə sözünüz kifayətdir. Markiz ehtiramla baş əydi. Belə bir hörmətə qarşı təşəkkürünü bildirdi və həvəslə təklifə razı oldu. Həmin gün ərzində şəhzadə xanımla evləndi. Bundan sonra pişik xüsusi hörmət sahibi oldu. O daha siçan ovlamırdı. Ancaq hərdən bir elə-belə vaxtını keçirmək üçün onlarla oynayırdı. Nağıl da burada sona yetdi. Göydən 3 alma düşdü. Biri nənənin, biri qulaq asanın, biri də bu nağılı yazanın. Salamat qalın uşaqlar.